Salam uşaqlar. Sizə 9 noyabr 2025-ci ildə keçirilmiş hədəf kurslarının 11-ci siniflər üçün nəzərdə tutulmuş buraxılış sınağının izahını verirəm. Birinci sual belədir. EBOB 170-90, üstəgəl EBOB 134-135. Ümumiyyətlə, EBOB və EKOB-un tapılması üçün qayda belədir ki, əvvəlcə verilən ədədləri sadə vurğulara ayırırıq. Baxanda görünür ki, 170-in sadə vurğuları 17, 2 və 5-dir. 17, 2 və 5-dir. 90-ın sadə vurğuları isə 3, 3, 2 və 5-dir. Ortaq vurğular hər birində 2 və 5 olduğuna görə birinci hissəmizin EBOB-u bizə verir 10. İkinci hissədə isə 134 və 135 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin EBOB-u həmişə 1-dir. EKOB-u isə onların hasilidir. Fərq etməz. İstənilən ədəd üçün bu dediyimiz doğrudur. 134 və 135-in EBOB-u 1, EKOB-u isə onların hasilidir. Bunların cəmini soruşur bizdən. 10 üstə 1, cavab 11. Kifayət qədər sadə sualdır. İkinci sual. Modulda kök 7 üstə 2, üstəgəl modulda 2 çıx kök 7. Modul üçün biz bilirik ki, əgər modul daxilindəki ifadə müsbətdirsə, moduldan onun özü çıxır. Yox, əgər mənfidirsə, əksi olan ədəd çıxır. İndi baxırıq birinci hissəyə. Kök 7 müsbət ədəddir, 2 də müsbət ədəddir. Deməli, bunların cəmi müsbət olduğuna görə moduldan olduğu kimi, yəni kök 7 üstəgəl 2 çıxacaq. Üstəgəl. İkinci hissə isə kök 7 təxminən, təqribən 2-dən böyük ədəddir. Çünki kök 4 2 verir, kök 9 3 verir. Kök 7 2 və 3 arasında bir ədəddir. Yəni 2-dən böyük ədəddir. Yəni bildiyimiz kimi 2-dən böyük ədəd çıxanda bizə mənfi verir. Modulda mənfidən, yəni mənfi ədəddən müsbət ədəd çıxır. Buradan çıxacaq əksi. Kök 7 çıx 2. Yəni verilən ədədin əksi çıxır. Modul daxilindəki ədədin əksi çıxır. Burada da 2-lər ixtisar gedir. Cavab olur 2 kök 7. Belə. Üçüncü. Sual belədir. Verilən ədədlərdən neçəsi qarşılıqlı tərsdir? Qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərdir. Amma bir şərtlə ki, onların işarəsi eyni olsun. 4 və 4-də 1. Hasili 1-dir. İşarəsi də eynidir. Bizə versəydi mənfi 4, 4-də 1 və yaxud da 4, mənfi 4-də 1, biz onu qarşılıqlı tərs şəkildə götürmürük. Hər ikisi mənfidirsə, hər ikisi müsbətdirsə və hasili 1-dirsə, həmin ədədlər qarşılıqlı tərs ədədlərdir. Birinci, deməli, ödənilir. Bu şərt ödənilir. Hasili 1-dir. İkinciyə baxırıq. Onların hasili 1 deyil. Götürmürük. Üçüncüyə baxırıq. Hasili 1 deyil. Götürmürük. Dördüncüyə baxırıq. Kök 7 çıx 1, kök 2 çıx 1, kök 2 üstə 1, a çıx b, a üstə b. Müxtəsər vurma üsullarından a kvadrat çıx b kvadrat. Yəni 2 çıx 1, 1. Hasili 1-dir. Şərt ödənir. Onda 7 və 7-də 10-da görünür ki, hasili 1-dir. Deməli, burada 1, 2, 3. Cavab 3. 3 dənəsi sayını soruşur bizdən. 3 dənəsi bu şərti ödəyir. Sual 4. X minus y6, x, y hasili isə 12-dir. Bizdən soruşur x kvadratı üstəgəl y kvadratı, cavabını tapın. Burada yenə istifadə olunur müxtəsər vurma düsturlarından. Müxtəsər vurma düsturlarını yadımıza salsaq, x kvadrat üstəgəl y kvadratı. Bu düsturun uşaqlar 2 açılışı var. Birincisi belədir. X üstəgəl y-in kvadratı çıx 2xy, x minus y kvadratı plus 2xy. Buradan aydın görünür ki, bizdə x minus y var. Deməli, biz bu ikinci düsturdan istifadə edəcəyik. Gətirib qoyuruq yerinə. 6-nın kvadratı üstəgəl 2 vur, x, y isə 12-dir. 12. 36 üstəgəl 24. Bu da bizə verir 60. Mənə gəlir ki, bura kimi işlədiyimiz bütün suallar
11-ci sinif üçün kifayət qədər yaxşıdır. Növbəti 5-ci sual. Verilmiş kəsirlərdən hansılar sonlu onluq kəsir şəklində göstərilə bilər? Əvvəlcə baxaq ki, bu kəsirlərdən ixtisar olunanı varmı? 40-da 13 ixtisar olunmur, 15-də 2 ixtisar olunmur, 18-də 3 ixtisar olunur 3-ə, burada qalır 6-da 1, 20-də 7 ixtisar olunmur, 14-də 4-ü 2 ixtisar aparır, qalır 7-də 2, 75-də 18 isə hər 2-si deməli 3-ə ixtisar gedir, bizdə qalır 25-də 6. İndi baxırıq. Hansılar sonlu onluq kəsir şəklində göstərilə bilər? Sonlu onluq kəsir şəklində göstərilməsi üçün məxrəcdəki vuruqlar 2 və 5 olmalıdır. İndi məxrəcləri vuruqlara ayırıq. 40-ın vuruqları necədir? 2, 5, 2 və 2. Gördünüz, 2 və 5. Deməli, bunu götürürük. İkinci, 15, deməli, 15-də 2. 15-in vuruqları isə 3 və 5-dir. Bu şərtimiz ödənmir. 6-nın vuruqları 2 və 3-dür. Şərtimizi ödənmir. 20-nin vuruqları 2, 2 və 5-dir. 4 vur 5, 20 eləyir. Şərtimiz ödənir. Burada 7-dir. Şərt ödənmir. Burada isə 5-dir. Şərtimiz ödənir. Deməli, sonlu onluq kəsir şəklində göstərmək üçün məxrəcin vuruqları 2 və 5 şəklində olmalıdır. Burada 1, 4 və 6 1, 4 və 6 bizim şərtimizi ödəyir. Növbəti sual, 6-cı sual belədir. Kökdə x kvadratı minus 14x plus 49 plus kök altında 5 minus x-in kvadratı. Burada yenə müxtəsər vurma düsturundan istifadə olunur. Belə baxanda biz burada bir oxşarlıq görürük. 7, 7-nin kvadratı. Aydın şəkildə yazsam, baxın uşaqlar, x kvadratı minus 14x yazıram, 2 vur, 7 vur, x. Üstə gəl, 49 isə 7-nin kvadratıdır. Bu bizə aydın göstərir ki, a minus b-nin kvadratı. Yəni, x minus 7-nin kvadratıdır verilmiş ifadə. Amma burada bir şeyə fikir veririk, bir şeyə diqqət edirik ki, bizə burada kök verib. Kökün altındakı ifadə nə olmalıdır? Həmişə müsbət olmalıdır. Yəni 5 minus köksüz 5 minus x böyük bərabərdir 0. Buradan alınır ki, x bu tərəfə keçəndə kiçik bərabərdir 5-dən. Bu şərti mütləq tətbiq etməliyik. X kiçik bərabərdir 5-dən. İndi baxaq. Deməli, kök altında x minus 7-nin kvadratı üstə gəl 5 minus x-in kvadratı. Kök altından bilirik ki, çıxaracağımız ədəd əvvəlcə modul daxilində çıxır. Modul daxilində ümumiyyətlə belə bir qaydada deyək ki, əgər kvadrat kökün daxilindədirsə, kvadrat kökün daxilindədirsə, o zaman kökün altından çıxaracağımız ifadə modul daxilində çıxır. Yox, əgər xaricindədirsə, olduğu kimi. Burada da daxilində olduğuna görə kvadrat görürüz, kökün altındadır. Burada bizə modulda x çıx 7-ni verəcək. Bu isə xaricində olduğuna görə olduğu kimi 5 çıx x-i verəcək. Və bizdə bir şərt də var idi ki, x 5-dən kiçik bərabərdir. X 5-dən kiçik bərabər olduğuna görə bu ifadə mənfidir. Yəni yerinə 5-dən kiçik istənilən bir ədəd və ya 5-in özünü qoysaq, görürük ki, bu ifadə mənfidir. Mənfi ifadə üçün də dedik ki, moduldan müsbət onun əksi olan, yəni müsbət çıxır. Buradan 7 çıx x, üstə gəl 5 çıx x. Cavab olur 12 çıx 2x. Məncə aydındır. Növbəti, yenə deməli, müxtəsər vurma düsturu, vuruqlara ayırma, bir çox şey tətbiq edəcəyik burada. Deməli, 64a kvadratını olduğu kimi saxlayırıq. Gördüyümüz kimi 12-də 2, 3, 2 istifadə olunub. Burada görürsünüz 2b-nin kvadratıdır. Burada görürsünüz
3s'nin kvadratıdır. Hansısa bir oxşarlıq görürük. BC, yəni bunu şagird görəndə özü başa düşməlidir ki, bu hansı düsturun açılışıdır. Burada mənfini çıxartsaq, bizdə qalır 12, daha doğrusu mənfini çıxarsaq 2 b-nin kvadratı üstə gəl 3c-nin kvadratı çıx 12bc. 64a kvadrat olduğu kimi qalır. Gördüğünüz kimi a kvadratı çıx 2ab üstə b kvadratı. Bu 2b çıxılsın, deməli a kvadratı minus 2a plus b kvadratı. 2b çıx 3c'nin mötərizə kvadratını verir bizə. 2b çıx 3c'nin mötərizə kvadratı. Bir baxaq açılışına. 2b kvadratı minus 2bc, yəni 12bc üstə 3c'nin kvadratı. Burada yenə a kvadrat çıx b kvadratını tətbiq edirik. A kvadrat çıx b kvadrat üstür. Necə idi? A çıx b, a üstə b. Deməli olur. Bu özü isə 8a-nın kvadratıdır da. Göründüyü kimi 8a-nın kvadratıdır. Olur. 8a çıx. Bir dəfə üstə gəl, bir dəfə çıxması. Çıx 2b üstə 3c. Bir dəfə çıxması. Növbət dəfə üstə gəlir. 8a üstə gəl. 2b çıx 3c. Bu da cavabımız. Sual 8. Oturacaqları 16 və 10 olan bərabəryanlı trapesiyanın iti bucağı 60 dərəcə olarsa onun perimetrini tapın. Əvvəlcə gəlin trapesiyanın şəklini çəkək. Ümumiyyətlə məsələni həndəsədə düzgün həll etmək üçün onun şəklini düzgün şəkildə çəkmək, yəni bizə verilənləri şəkil üzərində düzgün şəkildə tətbiq etmək, məsələn 50%-ni həll etmək deməkdir. Əvvəlcə trapesiya çəkək. Oturacaqları 10 və 16-dır. Aydındır ki, kiçik oturacaq 10, böyük oturacaq 16-dır və bərabəryanlı trapesiyadır. Deyək ki, yan tərəflər A-dır. Və bizə deyir ki, bu trapesiyanın iti bucağı. İti bucaq, baxın, 60 dərəcədir. İndi bizə deyir ki, bu trapesiyanın perimetrini tapın. Trapesiyanın perimetri, ümumiyyətlə fiqurların perimetri bütün tərəflərin cəmidir. Bizdə iki tərəf aydındır və bərabəryanlı trapesiya. Deməli, biz A-nı tapsaq, perimetrini aydın şəkildə tapırıq. A-nı tapmaq üçün ümumiyyətlə bərabəryanlı trapesiyada məsələləri həll edərkən təpədən hündürlük endirmək bizə məsələni düzgün həll etməyə kömək olur. Hər iki tərəfdən bərabəryanlı trapesiyada hər iki təpədən eyni hündürlük endiririk aşağı oturacağa, alt oturacağa. Belə. Deməli uşaqlar, burada bərabəryanlı trapesiya olduğuna görə baxın, burada qalan tərəflə baxın, bu tərəf eynidir. 10, 10. Deməli, bu hissədə bizdə 10-dur. Məncə aydın oldu. Bərabəryanlı olduğuna görə hündürlüklər və burada qalan məsafələr eynidir. Ona görə də kvadratda burada qalan deməli fiqur kvadratdır. 10 və 10 olacaq. 16-dan 10-u çıxanda bizdə qalır 6. 6-dırsa deməli 3, 3 olaraq hər iki tərəfə bölünür. Bu normal trapesiyada, yəni müxtəlif tərəfli trapesiyada ödənmir. Sadəcə bərabəryanlı trapesiya olduğu üçün bu məsafələr də bir-birinə bərabər olur. Deməli, bu 60 dərəcə, 90 dərəcə də düzbucaqlı üçbucaqdır. Baxın, bu üçbucaq düzbucaqlıdır. Deməli, bura 30 dərəcədir. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Bura 3 isə 6-dır. Deməli, biz A-nı tapdıq. A-nı tapdıqsa, perimetrini də aydın şəkildə yazırıq. 16, üstə gəl 10, üstə gəl 6, üstə gəl 6. Bu da bizə verir nə? 26, 12, 38. Belə. Sual 9. Deyir ki, A ədədi 10 üstü n çıx 1 böl 3'dür. Bu ədədin rəqəmlər cəmi 45-dirsə, n-i soruşur bizdən. Deməli, uşaqlar, bu ədədə baxsaq, görürük ki, tutaq ki, belə deyək də, birinci qiymət verək. Tutaq ki, bu ədəd 10'dur. Baxın, belə deyim də sizə, 10'dan 1 çıxanda 9 qalır. Daha aydın izah olunması üçün, başa düşən olması üçün belə deyim. 10'dan 1 çıxanda bizə 9 qalır. 100'dən
1 çıxanda nə qalır? 99 qalır. Yaxşı, bəs 1000-dən 1 çıxanda nə qalır? 999 qalır. Baxın, bu 10 üstü 1-dir, bu onun kvadratıdır, bu onun kubudur. Hər dəfə biri çıxdıqca, deməli, qüvvət qədər 9 qalır. Aydındır? Onun kvadratından 1 çıxanda 2 dənə 9 qalır. Onun kubundan 1 çıxanda 3 dənə 9 qalır. Hansı ki, bu onun məsələn, bu onun kubudur da, belə deyim sizə. Bu qədər, üzərindəki qüvvəti qədər görürsünüz, 9-un sayı qalır. İndi bu ədədi də tutaq ki 10 üstü bilmirəm də 10-dur, 20-dir, 50-dir, biz eni bilmirik 10 üstü neçədir. Bundan 1 çıxanda yenə 9-lu bir ədəd alınacaq görürsünüz. Çünki ondan istənilən qüvvətindən onun 1 çıxanda bizə 9 ilə alınan ədəd verir. Amma biz eni bilmirik ki bu neçədir. 10 üstü 5-dir, 50-dir, 100-dür bilmirik. Ona görə də 9'ların sayı qədər endir. Məsələn, bu 9'dur, bu 99'dur, bu 999'dur, amma biz bunu bilmirik. Çünki eni bilmirik. Böl 3. Və aydındır ki, 9 olan bir ədədi, yəni bütün rəqəmləri 9 olan bir ədədi 3'ə böləndə 3'lər olan bir ədəd alınacaq. Bax, 9'u 3'ə böləndə bizə nə verir? 3. 99'u 3'ə böləndə bizə nə verir? 33. 999'u 3'ə böləndə nə verir? 333. Yəni bunun cavabı da 3'lü bir ədəddir. Aydındırmı? En qədər. Amma bunu da bilmirik. Yəni bura en yazmağımızın səbəbi bizdəki misaldakı endir ki, biz onun sayını bilmirik. Və bizə də deyir ki, ədədin, yəni alınmış ədədin rəqəmlər cəmi 45'dir. Ədəd 3'lərdən ibarətdir və en saydadır. Biz bilmirik. Ona görə 3 en 45'dir. En isə 15'dir. Növbəti sual. Düzbucaqlı üçbucağın iti bucaqlarının tənbölənləri arasındakı iti bucağı tapın. Əvvəlcə bir dənə düzbucaqlı üçbucaq çəkirik. Düzbucaqlı üçbucaq. Bu bucaqlar iti bucaqdır. Bizə deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarının tənbölənləri, hər ikisinin tənbölənini çəkirik. Bunun da tənbölənini çəkirik. Tənbölən nədir? Bucağı yarı bölür. Alfa, alfa, beta, beta. Tənbölənləri arasındakı iti bucağı tapın. Aydındır ki, düzbucaqlı üçbucağın bir bucağı 90'dırsa, digər iki iti bucağının cəmi də 90'dır. Yəni düzbucaqlı üçbucaqda kör bucaq yoxdur. Biri 90'dır, digərləri də iti bucaqdır. İkisinin cəmi də 45'dir. Deməli 2 alfa. 2 alfanı gördünüzsə necə aldım? Alfa, alfa, beta, beta. Niyə böldüm? Çünki tənbölən deyir bizə. 2 alfa üstə gəl 2 beta bizə verir 90 dərəcəni. Niyə 90 dərəcə? Çünki üçbucağın daxili bucaqlarının cəmi 180'dir. Biri də 90 olduğuna görə, deməli qalan ikisinin cəmi də 90'dır ki, ümumi cəm 180 etsin. Alfa üstə gəl beta 45 dərəcədir. İndi bizdən soruşur ki, tənbəllər arasındakı bucaq. Amma bizə deyir iti bucaq. Bu itidir, bu kördur. İndi gəlin kör bucağı tapaq, sonra itini tapaq. Buradakı bucağa da bir qamma deyək. Görürsünüz, burada alınan üç bucağı. Alfa, beta, qamma 180'dir. Və biz dedik ki, alfa üstə beta 45'dir. Qoyuruq yerinə. Deməli, qamma nə olur? 180 çıx 45. Yəni 135 dərəcə. Amma bizdə 135 dərəcə iti bucaq deyil, kör bucaqdır. Yəni bu. Amma bizə deyir ki, iti bucağı tapın. 135 dərəcə kör bucaqsa iti bucaq da aydındır ki, gəlin qammaşdırıq deyək. 180 çıx 135 olacaq. Yəni 45 dərəcə. Növbəti sual, 11-ci sual. Ədədi 20% azaldıb, sonra isə 4 dəfə artırsaq, ədəd necə dəyişər? Bu sualı bir neçə formada həll etmək olar. İstəsəz yerinə ədəd də qoya bilərsiniz. İmtahanda daha tez olması üçün, daha az vaxt getməsi üçün. Amma mən sizə öz başa düşdüyüm üsulu deyəcəm. Sizə necə rahatsa o formada həll edə bilərsiniz. Tutaq ki, bu ədəd x-dır, düzdürmü? Həmin ədədi 20% azaltmaq nə deməkdir? Verilən x-i 20% azaltmaq, yəni x-dan x-in 20%-nin çıxmaq deməkdir. Yəni 20% azaltmaq, yəni %80 x-in qalması deməkdir. Ədəd 20% azalıbsa.
və 4 dəfə artırsa, bunu 4-ə vururuq. Yəni 320 böl 100 x olur həmin ədəd. İndi bizə deyir ki, ədəd necə dəyişib? Yəni neçə faiz artıb, neçə faiz azalıb. Ədədimiz əvvəl nə idi? X idi. İndi nə olub? %320x. Biz bilmirik də ədəd artıbmı, azalıbmı? Tutaq ki, bir A qədər və nə qədər olduğunu da bilmirik. Bizdən soruşur nə qədər, neçə faiz, həm artıb, azalıb, biz bunu bilmirik. Ona görə tutaq ki, bu bir A ədədi qədər artıb. Amma artmağın aydın görürük ki, əvvəl x idi, indi %320x-dir. Bunları ixtisar aparsaq 3,2 x-dir, yəni 3,2 dəfə artıb. Amma faizlə göstərməliyik, neçə faiz artıb ya azalıb. Tutaq ki, A qədər artıb. Onda belə edirəm mən. X-in üzərinə X-in A faizini gələndə %320x alıram. Axı X-in üzərinə hansısa bir özünün hansısa bir faiz qədər artımını gəlib biz bu ədədə almışıq. Aydındır? İndi hər tərəfi 100-ə vursam 100x üstə gəl. AX bərabərdir 320x-a. Buradan AX bizə verir 220x-i, A da olur 220 faiz. Deməli 220 faiz artıb. Növbəti sual. A bərabərdir 3-cü dərəcədən kökdə 4 ədədi üçün təkliflərdən hansılar doğrudur? Rasionaldır, irrasionaldır. Ümumiyyətlə, rasional ədəd olması üçün kök altında qalmamalıdır. Ədəd əgər kök altında qalırsa, o rasional ədəd deyil. Deməli, A-nı belə yazaq. 4 üstü 3də 1 şəklində. Kökdən azad edək. 4 üstü 3də 1 görürsə, A özü rasional ədəd deyil. Çünki kökdən tam çıxa bilmir. Məsələn, burada olsaydı 3-cü dərəcədən 27, oradan bizə verir 3. Bu rasional ədəddir. İndi baxaq. Birinci deyir A kvadratı. A kvadratı, yəni 4 üstü 3də 1-in kvadratı bizə nə verir? 4 üstü 3də 2. Rasionaldırmı? Xeyr, rasional deyil. Çünki kökdən çıxa bilmir. İkinci, A üstü 6. Yəni 4 üstü 3də 1 üstü 6. Bizə nə verir? 4-ün kvadratı 16. Bu, bəli, rasionaldır. Dördüncü, A üstü 4. Yəni 4 üstü 3də 1 üstü 4. Bu bizə verir 4 üstü 3də 4. Bəli, bu da irrasionaldır. Yəni 2 və 3 doğrudur. Növbəti. Deməli, düzbucaqlının perimetri 28, diagonalı isə 10-dur. Böyük tərəfi tapın. Düzbucaqlı çəkirik. Bizə deyir ki, A, B, C, D. İşarə etməsəydi olar, nəysə. Düzbucaqlının perimetri 28-dir. Yəni, bütün tərəflərin cəmi. Buralar olsun B, böyük tərəflər, kiçik tərəflərin də A. Yəni 2A üstə gəl, 2B 28, A üstə gəl B isə 14-dür. Və bizə deyir ki, diagonalı isə 10 cm-dir. 10 cm diagonalıdır. Deməli, diagonal üçün biz Pifaqor teoremini tətbiq edək. Məsələn, diagonalı çəkdik. Burada aydındır ki, düzbucaqdır. Pifaqor teoremi nədir? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratıdır. Bura diagonaldır da, bura 10-dur. Deməli, A kvadratı üstə gəl, B kvadratı bərabərdir 100-ə. Yenə bayaq dediyimiz müxtəsər vurma düsturu ilə, yəni A kvadratı üstə gəl, B kvadratı bərabərdir. A üstə gəl, deməli, B-nin kvadratı çıx 2A, B şəklində yaza bilərik. A və B-nin cəmi bizdə 14-dür, olur. Deməli, 14-ün kvadratı 196, çıx 2AB bərabərdir 100-ə. 2AB bərabərdir 96-ya, AB isə bərabərdir 48-ə. Deməli, uşaqlar, A üstə B 14-dür, AB isə 48-dir. Bunu istəsək, biz deməli, tənli şəklində, sistem tənli şəklində həll edə bilərik. A-nın yerinə 14 çıx B qoyub, gətirib burada əvəz edib A və B-ni tapa bilərik. Amma şifahi şəkildə aydın görünür ki, burada cavab 6 və 8-dir. Yəni, hasili 48, cəmi 14 verən 6 və 8 ədədlərdir. Böyük tərəfi isə bizdə 8-dir, 8-i soruşur. 14-cü sual. Ədəd oxu üzərində 2B çıx 7 ədədi hesablama başlanğıcından 5 vahid məsafədə yerləşir. B-nin ala biləcəyi qiymətlərin cəmini tapın.
Əvvəlcə deyək ki, hesablama başlanğıcı 0-dır. Ədəd oxu üzərində hesablama başlanğıcı 0-dır. Hesablama başlanğıcından 5 vahid məsafədə yerləşmək o deməkdir ki, 2b çıx 7 həm 5-ə bərabərdir. 2b çıx 7 həm də -5-ə. Yəni biz bilmirik ki, bu sağdan ya da soldan 5 vahid məsafədədir. Ona görə hər ikisi ödənilir. Buradan alınır ki, 2b bərabərdir 12, b bərabərdir 6. Buradan isə alınır ki, 2b bərabərdir 2, b bərabərdir 1. Hər ikisi ödənir. Ona görə də bizdən soruşur b-ni ala biləcəyi qiymətlərin cəmi 6 üstə gəl 1, 7. Sual 14 idi. Sual 15. Bizə deyir ki, bu biraz maraqlı sualdır. Bizə deyir ki, a kvadrat üstə a 2025-dirsə, a kvadrat üstə gəl 2025 böl a-nı tapın. Necə edirik? Gəlin belə eləyək. A kvadrat üstə gəl a 2025-dir, düzdürmü? Gəlin burada 2025-in yerinə gətirib bu ifadəni yazaq. Bu misalda bizdən hansı ki soruşulur cavab. Burada 2025-in yerinə gətirib bu ədədi yazaq. Yazırıq a kvadrat üstə gəl. 2025-in yerinə yazırıq a kvadrat üstə gəl a böl a. Bərabərdir. A kvadrat üstə gəl. Buradan a-nı çıxardıram. Mütərizə xaricinə qalır a plus 1 böl a. Bunlar da ixtisar gedir. Bizə nə qalır? Möhtərizəni də açsaq bizdə qalır. A kvadratı plus a plus 1. A kvadratı plus a bizə nədir? 2025. Deməli 2025 üstə gəl 1. Cavab 2026. Kim cavabı düz tapıbsa əhsən. 16-cı sual. Diaqonallarının sayı tərəflərinin sayının 3 mislinə bərabər olan düzgün çoxbucaqlının daxili bucaqlarının cəmini hesablayın. Diaqonallarının sayı tərəflərinin sayının. Əvvəlcə baxaq, diaqonallarının sayı üçün düstur necədir? N vurulsun n-3 böl 2. Bu diaqonallarının sayını tapmaq üçün düsturdur. Deyir ki, diaqonallarının sayı tərəflərinin sayının 3 misli. Tərəfləri də n-dir də aydındır. 3 mislinə bərabərdirsə, deməli bu 3n-ə bərabərdir. İndi həll edək. N kvadratı çıx 3n, çıx 6n bərabərdir 0. Bunu çarpaz şəkildə vurduq. N kvadrat çıx 9n bərabərdir 0. N aydındır ki, 0 qiymətini ala bilməyəcəyinə görə cavab alır 9 qiymətini. Deməli, bu 9 bucaqlıdır. Burada düzgün çoxbucaqlı olub olmadığının elə bir böyük fərqi yoxdur. 9 bucaqlıdır. 9 bucaqlının daxili bucaqlarının cəmi üçün düstur isə ümumiyyətlə çoxbucaqlının daxili bucaqlarının cəmi üçün düstur 180 dərəcə n-2-dir. Bizdə isə 9 bucaqlı olduğuna görə n-in yerinə 9 qoyuruq. Yəni 180 dərəcə vur 9 çıx 2. Bu da olur 180 vur 7. Bunu da istəsəz vuraq. 7-yə vuraq 0, 56, 5 yadda 1260 dərəcə.